Qadının qoxusu kişini cəlb edir, o kişiyə mesaj ötürür. Biz əks cinsi özümüzə bağlamaq istəyiriksə, nəsə xüsusi bir qoxulardan istifadə etməliyik. Qoxu əslində bizim göz ardı etdiyimiz və qoxu bilməni də hissiyatlarımız, duyğularımız arasında ən sonuncu yerə qoyduğumuz halda əslində həyatın təməlidir. Parfüm sözü dumanla yüksələn deməkdir. Ki sən belə görmüsən, belədir, belə də gedir. Bir çox qadınlar üçün bu qoxu kişiliyi təmsil edir. Axı biz günümüzdə partnyoru qoxu ilə seçmirik. Necə yeksə ona uyğun ətir seçmirik. Necə olmaq istəyiriksə ona uyğun ətir seçirik. Kəbəni ziyarət edərkən tamamilə qoxusuz olmalısınız. Ərəb üçün ən gözəl qoxu olan ud, Azərbaycanlı üçün motal pendiri və corab qoxusudur. Sən get Finlandiyaya, Yaponiyaya, gör sən burun qırışdırırlar ya yox. Özünüzü böyük bir şey zənn edirsiniz.